Salam, Tarix Hasan İzahda kanalına xoş gəlmisiniz. Mən Səfərova İlahə. Mən bugün sizə DİM 20 sınaq vəsaitindən ikinci ixtisas qrupu üzrə sınaq 4-ün izahını verəcəm. İzaha keçməzdən əvvəl kanalımıza abunə olmağı, like düyməsini sıxmağı unutmayın. Başlayaq birinci testdən. Uyğunluğu müəyyən edin. Çarizmə qarşı 19-cu əsrin 30-cu illərində baş vermiş üsyanlar. Birinci Şəki üsyanı, ikinci Carbalakən üsyanı. Şəki üsyanına baxsaq, Şəki üsyanı olmuşdu 1838-ci ildə. Deyir, üsyanın başlanması üçün bəhanə Varşavadakı atlı toplanması, alaya atlı toplanması xəbəri olmuşdu. Xeyr, bu yanlış variantdır. Bu aiddir Quba üsyanına, 1837-ci ildəki Quba üsyanına aiddir. Üsyan nəticəsində xanlıq idarə üsulu ləğv edilmişdi. Şəkidə xanlıq idarə üsulu 1819-cu ildə ləğv edilmişdi. Bu da yanlışdır. Üsyana Məşədi Məhəmməd rəhbərlik etmişdi. Bəli, bir də C variantı doğrudur. 2. Üsyan ərəfəsində cəmaətlıq daxili müstəqilliyini saxlayırdı. Cəmaətlıq daxili müstəqilliyini bəli, doğrudur. Carbalakən üsyanı da olmuşdu 1830-cu ildə. B-də deyir, üsyan gedişində hərbi şura yaradılmışdı. Xeyr, üsyanın gedişində hərbi şura yaradılmamışdı. Bu yanlışdır. C-yə baxsaq, üsyandan əvvəl müvəqqəti idarə yaradılmışdı. Bəli, C doğrudur. Deməli, cavabımız olacaq B variantı. 2-yə baxsaq, 19-cu əsrin ikinci yarısında Bakı, İrəvan və Yelizavetpol şəhərləri üçün oxşarlıq təşkil edir. A. Mütəşəkkil fəhlə tətillərinin baş verməsi. Mütəşəkkil fəhlə tətili 1895-ci ildə Bakıda baş vermişdi, yəni digərlərinə aid deyil. Alman ailələrinin köçürülməyə başlanması. Alman ailələri də Yelizavetpola köçürülmüşdü. Çar Rusiyası tərəfindən xanlıq idarə üsuluna son qoyulması. Xeyr, bu 19-cu əsrin birinci yarısındadır. Neft çıxarılmasına başlanılması. Xeyr, Bakıdan çıxarılmışdı, amma bu İrəvan Yelizavetpola aid deyil. Şəhər özünü idarəsinin tətbiq edilməsi Y variantında. Bəli, cavab Y variantıdır. Bakıda və İrəvanda 1878-ci ildə məhdud şəkildə, Yelizavetpolda isə 1892-ci ildə tam həcmli şəhər özünü idarəsi yaradılmışdı. 3. Artilleriya zabitləri məktəbinin rəisi olmuşdur. Bizdən nə soruşur? Göstərilənlərdən heç birinin aid olmadığı şəxsi müəyyən edin. Artilleriya zabitləri məktəbinin rəisi olmuşdur. Bu Əliağa Şıxlinskidir. Deməli, D variantı getdi. Tatar süvari alayının təşkil edilməsində mühüm rol oynamışdır. Bu da Fərrux bəy Vəzirovdur. Ordu qərargahında döyüş xəritələrinin hazırlanması işinə cəlb olunmuşdu. Bu da İbrahim Ağa Vəkilovu götürürük. İlk hərbi topoqrafımız idi. İlk Azərbaycanlı hərbi təyyarəçi olmuşdur. Bu da Fərrux Ağa Qaybov idi. Deməli, yerdə qalır Səməd bəy Mehmandarov. Yəni, Səməd bəy Mehmandarova aid heç bir məlumat yoxdur burada. Gəldik 4-cü testimizə. Uyğunluğu müəyyən edin. Birinciyə baxsaq, 2-6. 2-6. 2 Şamaxıdır, 6-da Qarabağı nəzərdə tutub. Müsəlman əyalətləri rəisliyinə daxil idi. Bəli. Şamaxı mərkəzi deyilə Şuşa şəhəri idi. 2 ilə 6 doğrudur. İkincidə deyir 19-cu əsrin ortalarında quberniyaya çevrilmişdi. 1 ilə 2. 1 Dərbənddir, 2 də Şamaxıdır. Bəli, bunu da doğru variant kimi götürərik. 1846-cı ildə hər ikisi də quberniyaya çevrilmişdi. Cavab elə 1 ilə 2 olacaq, B variantı olacaq. Üçüncüyə baxsaq, 1 və 3 ərazisinə Alman ailələri köçürülmüşdür. 3-ə köçürülüb, amma Dərbəndə köçürülməyib. Yəni, Yelizavetpolda 3 ora köçürülmüşdü, amma Dərbəndə aid deyil. 4 ilə 5-də deyir, təriqətçi və bidətçi Rus ailələri məskunlaşdırılmışdı. Rus ailələri Lənkəranda, Şamaxıda, bir də Qarabağda məskunlaşdırılmışdı. Yəni, 4 ilə 5-ə aid deyil. Cavabımız olacaq burada B variantı. 5-ə baxaq. 19-cu əsrin 60-cı illəri Osmanlı dövləti 20-ci əsrin ilk 10 illiyi Cənubi Azərbaycan tarixi üçün oxşar cəhəti müəyyən edin.
A-ya baxsaq, ərazisində Alman kapitalına məxsus şirkətlərin açılması, xeyr, bu yanlışdır. B-də Çar Rusiyasının hərbi müdaxiləsinə məruz qalması, xeyr, bu da yanlış variantdır. C variantına baxsaq, konstitusiyanın qəbul edilməsi uğrunda mübarizə aparılması, bəli, cavabımız C variantıdır. 1865-ci ildə Osmanlıda Yeni Osmanlılar, 19-cu əsrin ilk 10 illiyində də burada məşrutə hərəkatı nəzərdə tutulur. 1905-1911-ci illər məşrutə hərəkatı. Yəni bunların da əsas tələbi konstitusiyanın qəbul edilməsi idi. Cavab elə olacaq C variantı. Gəldik 6-cı testimizə. Xronoloji ardıcıllığı müəyyən edin. 1. Bakı Xalq Komissarları Sovetinin yaradılması. Bu oldu 1918-ci il aprelin 25-i. 2. ABŞ-nin 1-ci Dünya müharibəsinə qoşulması. Bu oldu 1917-ci il. Sarıqamış döyüşünün də baş verməsi 1914-də başlayır, 15-də bitir. Deməli 6-da cavabımız olacaq. C variantı 3, 2, 1 olacaq 6-da cavabımız. Gəldik indi 7-ci testimizə. 7-ci testimizdə Balaxanıda kəndlilərin məcburi əməyinin ləğv edildiyi ildə müvafiq olaraq Rusiya və Almaniya tarixində baş vermişdir. Yəni bizdən 1864-cü ili soruşur. 1864-cü ildə də burada cavab Y variantı olacaq. Zemstvo islahatı keçirilmişdi Rusiyada və Danimarka ilə müqavilə imzalanmışdı. Danimarka ilə də müqavilə Holstein və Schleswig verilmişdi. Yəni Almaniya ilə, belə deyək ki, Avstriya ilə Prusiya arasında bölüşdürülmüşdü. Cavab elə Y variantı olacaq. A-ya baxsaq, azad taxılçılar haqqında fərman verildi. Bu 1-ci Aleksandrın dövründədir. Yəni 19-cu əsrin 1-ci yarısına düşür. B-də bütün Qafqazın işğalı sona çatdırıldı. Bütün Qafqazın işğalını götürə bilərik 1864. Amma Almaniyada 3-cü respublika quruldu. Bu yanlışdır. C-də ilk parlament islahatı keçirildi. Xeyr, bu da yanlışdır. Dekabristlər üsyanı da olmuşdu 1825-ci ildə. Yəni bu da yanlış variantdır. Cavab elə Y variantı olacaq. 8. 14-cü əsrin 70-ci illəri Teymuri dövləti və 19-cu əsrin 90-cı illəri Rusiya tarixi üçün oxşarlıq təşkil edir. Elə cavabımız A variantı olacaq. Niyə? 19-cu əsrin ilə 90-cı illəri 1895-ci ildə Pamirin tutulması ilə Rusiya Mərkəzi Asiyanın işğalını başa çatdırır. Elə 1370-ci illərdə də Əmir Teymur Mərkəzi Asiyanın işğalını başa çatdırmışdı. A variantıdır cavab. 9. Azərbaycan tarixinə aid uyğunluq pozulmuşdur. İlk dəfə millət anlayışı işlənmişdir Kəşkül qəzetində. Bəli, A variantı doğrudur. Açıq söz qəzetinin redaktoru olmuşdu Məmməd Əmin Rəsulzadə. Doğrudur. Şamaxıda Avropa tipli dünyəvi məktəbin əsasını qoymuşdu Seyid Əzim Şirvani. Xeyr, Seyid Əzim Şirvani Üsul-i Cədid məktəbinin əsasını qoymuşdu 19-cu əsrin 60-cı illərində. Elə pozulan C variantıdır. Yəni D-yə baxsaq, ilk qəzet olan Əkinçini nəşr etdirmişdir Həsən bəy Zərdabi. Bu doğrudur 1875-ci ildə. İlk teatr binasında tikdirmişdi Hacı Zeynalabdin Şirvani 1883-cü ildə. Bu da doğrudur. 10. 19-cu əsrin ikinci yarısı Bakı şəhərində baş vermiş mədəni yeniliklərə aiddir. 1. Əhalinin rifahına yardım məqsədi ilə əmanətlər məktəbi yaradılmışdır. Bu əmanətlər məktəbi Tiflisdə yaradılmışdı 1828-ci ildə. Bir yanlışdır. Rus-Azərbaycan məktəbinin əsası qoyulmuşdu. Bəli, 1887-ci il. 2-ni götürək. İlk Azərbaycan qiraətxanası açılmışdır 1895-ci ildə Nəriman Nərimanov tərəfindən. 3-ü götürək. 4-ə baxsaq, ticarətin yarmarka forması təşkil olunmuşdur. Bu 19-cu əsrin ikinci yarısına aiddir. Amma sırf Bakıda yarmarkanın təşkil olunması demir burada. Bakıda olsaydı 1887-dir. Yəni ilk yarmarka desəydi götürərdik. 5-ə baxsaq, qız gimnaziyası fəaliyyətə başlamışdır. Bəli, 1874-cü ildə. Cavabımız olacaq 2, 3, 5. D variantı olacaq cavabımız. Növbəti testimizə baxaq. 11. 20-ci əsrin əvvəlləri Şimali Azərbaycan tarixi üçün səciyyəvi cəhətləri müəyyən edin. 1. Qalakənd su elektrik stansiyasının tikilməsi, bəli, 1906-cı ildə.
Bir doğrudur. Dövlət kəndlilərinə ilk dəfə köçmə hüququnun verilməsi xeyr. Bu 19-cu əsrə aiddir. Ticarətin yarmarka formasının Bakıda tətbiq olunmağa başlanması artıq 1887-ci ildir. Bu da 20-ci əsrin əvvəlinə düşmür. Neft sənayesində istehsalın təmərküzləşməsi prosesinin güclənməsi. Bəli, 1-dən 4-ü götürə bilərik. Doğru variantdır C variantı. 12. Azərbaycana muxtariyyət verilməsi tələbini ilk dəfə irəli sürmüşdür. Rusiyanın federativ dövlət kimi qurulmasının tərəfdarı olmuşdur. Göstərilənlər aiddir, əlbəttə ki, Qeyrət partiyasına. 1905-ci ildə ilk milli partiyamız olmuşdu. Y variantı. 13. Uyğunluğu müəyyən edin. 1866-cı ildə 66-cı il məhkəmə islahatı, bütün təbəqələr üçün ümumi məhkəmələrin yaradılması. Bəli, bir doğrudur. 2. 1872-ci il iltizam sisteminin ləğv edilməsi, neft sənayesində xarici kapitalın axınına imkan yaranması. Bəli, elə cavab 1-lə 2 olacaq A variantı. 3-ə baxsaq, 1870-ci il kəndli islahatının həyata keçirilməsi, sahibkar kəndlilərinin müvəqqəti mükəlləfiyyətli vəziyyətinə son qoyulması. Xeyr, əksinə ilə burada mükəlləfiyyətli vəziyyətə düşmüşdülər. 4. 1846-cı il reskripti, Şamaxı və Dərbənd quberniyalarının yaradılması. Xeyr, bu 46-cı il reskripti 6 dekabrda olmuşdu. Şamaxı və Dərbənd quberniyaları isə 14 dekabrda yaradılmışdı. Yəni, bu da yanlış variantdır. 14. 19-cu əsrin birinci yarısı Şimali Azərbaycan tarixinə aid deyil. 1. Rus kəndlilərinin köçürülməsinə başlanılması, bəli, 1830-cu ildən bu aiddir. 2. Neft yataqlarının hərrac yolu ilə satılmağa başlanması, 1872-ci il, bu ikinci yarısına aiddir. Yəni, bunu götürmürük. 3-ə baxırıq. Yəni, 2-ni götürürük əslində. Yəni, aid deyil, soruşur bizdən. Qazma işində əl əməyinin buxar mühərrikləri ilə əvəz edilməsi. Bu da elə ikinci yarısına götürə bilərik 19-cu əsrin. 2, 3. Millətin təşəkkülü prosesinin başlanması. Bunu da, yəni 1875-ci ildən sonranı götürürük. 2, 3, 4 olacaq cavabımız B variantı. 5-ə baxsaq, müxtəlif çəki, ölçü və pul sistemlərinin mövcud olması. Bu 1839-cu ildən olmuşdu. Yəni, o deyil. Birinci yarısına aiddir o. Cavabımız B variantı olacaq. 15. Daha əvvəl baş vermişdir. A. Cənubi Qafqazda dövlət kəndlilərinin torpaq quruluşu haqqında qanunun verilməsi. Bu oldu 1900-cü il. Bakıda ilk toxuculuq fabrikinin açılması. Bu da oldu 1900 Hacı Zeynalabdin Tağıyev tərəfindən. C. Neft çıxarılmasında fabrik-zavod mərhələsinə keçilməsi. Bu fabrik-zavod mərhələsinə keçilməsi bu ilə 1872-ci il iltizamın ləğv edilməsindən sonranı götürə bilərik. D. Şəkidə Avropanın ən böyük ipəkçilik müəssisəsinin açılması. Bu da 1861-ci ildir. Neft daşınmasında ilk dəfə vaqon sterlərinin tətbiq olunması. Bu da 1880-ci ildir. Cavabımız olacaq D variantı. Ən əvvəl o baş vermişdi. 16. 19-cu əsrin ikinci yarısı Şimali və Cənubi Azərbaycan tarixi üçün oxşarlıq təşkil edir. Dövlət torpaqlarının satılması haqqında qanunun verilməsi. Bu, Cənubi Azərbaycana aid idi, 1886-cı il xalisənin satılması, amma Şimali Azərbaycana götürə bilmərik. Qacarlar dövlətinin tərkibi altında olması, bu da Cənubiyə aiddir, Şimaliyə aid deyil. İlk siyasi partiyalar, bu Şimali Azərbaycana aiddir. Müsəlman Gənclik ilk siyasi partiya deyirsə, heç bu da 19-cu əsrin ikinci yarısına aid deyil. İngilis kapitalının iqtisadiyyatı nüfuz etməsi, bəli, cavabımız D variantıdır. İlk teatr binasının tikilməsi desə, ilk teatr binası bizdə 1883-də tikilib, amma Cənubi Azərbaycanda 1916-cı ildə tikilmişdi. Bu da 19-cu əsrin ikinci yarısı deyil. Cavab D variantı olacaq. 17. 1837-ci ilin avqustunda imperiyaya qarşı silahlı üsyan başladı. Bu üsyan əhatə dairəsinə və iştirakçıların sayına görə digər üsyanlardan fərqlənirdi. Üsyana Hacı Məhəmməd başçılıq edirdi. Üsyan zamanı
zamanı hərbi şura yaradıldı. Burada Quba üsyanından söhbət gedir. Deyir, mətndə baş verən hadisənin 1863-cü ildə baş vermiş Zaqatala üsyanı ilə oxşar cəhətlərini müəyyən edin. 1. Üsyan ərəfəsində hər iki ərazi daxili müstəqilliyini saxlayırdı. Xeyr, bunu götürə bilmərik. Daxili müstəqilliyi yox idi. Üsyan iştirakçılarının fəalları Sibirə sürgün olunmuşdu. Bəli, 2 doğrudur. Çar Rusiyasının müstəmləkə siyasətinə, bəli, hər ikisi də Çar Rusiyasının müstəmləkə siyasətinə yönəlmişdi. Cavabımız elə olacaq B variantı. 18. 1870-ci il islahatına aiddir. Biyar ləğv olundu. Biraz böyüdək. Deməli, 70-ci il islahatına aiddir. Biyar ləğv olundu. Bəli, 1 doğrudur. 2. Kəndli qrupları ümumi adla mülkədar tabelisi adlanmağa başlandı. Bu 1846-cı il Çar reskriptinə aiddir. Bu yanlışdır. Dövlət kəndliləri icma torpaqlarından nəsli istifadə hüququ qazandı. Bu da 1900-cü ildir. Sahibkar kəndlilərinə pay torpağını satın almaq hüququ verildi. Bəli, 1, 4 doğrudur. Sahibkar kəndlilərinə də 5 desiyatin torpaq verilməsi nəzərdə tutulurdu. Bu da doğru variantdır. Cavabımız olacaq 1, 4, 5 C variantı. 19. Şimali Azərbaycanda komendant idarə üsulu dövrünə aiddir. Yəni biz götürəcəyik 1804-dən 1840-cı ilə qədərki dövrü, yeni ticarət tarifinin qəbul olunması, bu oldu 1831-ci il, götürə bilərik. İrəvan quberniyasının yaradılması 1849-cu ildir, ona görə bunu götürə bilmərik. Çarizmə qarşı Şəki üsyanının baş verməsi, bu da oldu 1838, götürürük. Cavab elə çıxdı B variantı 1-dən 3. 4-də deyir, müxtəlif kəndli qruplarının mülkədar tabelisi adlanmağa başlanması. Bu da 1846-cı ildir. Bunu da götürə bilmərik. 20. Birinci Dünya müharibəsi dövründə Cənubi Azərbaycandan fərqli olaraq Şimali Azərbaycana aiddir. 20-də cavabımız olacaq C variantı. Ölkə respublika elan olundu. Burada AXC-dən söhbət gedir. Şimali Azərbaycanda 1918-ci ildə mayın 28-də respublika elan olunmuşdu. AXC Respublikası. Yəni Azərbaycan Xalq Cümhuriyyətindən söhbət gedir. Bu da 1-ci Dünya müharibəsi dövrü də 1914-dən 18-ci ilin noyabrına qədər davam eləmişdi. 21. 1846-cı il reskripti və 1847-ci il kəndli əsasnamə, 46-cı il reskripti və 1847-ci il kəndli əsasnamələrindən fərqli olaraq kənd cəmiyyətlərinin ictimai idarəsi haqqında əsasnaməyə görə cavab C variantıdır. Bəylərin kəndlər üzərində inzibati məhkəmə hakimiyyəti ləğv edildi. Cavab C variantı olacaq burada da. Gəldik növbəti testimizə. 22-ci testə baxırıq. Aha. Deməli, 20-ci əsrin əvvəllərində Şimali Azərbaycanda əsası qoyulmuşdur. İlk mərkəzləşdirilmiş telefon stansiyasının bu 1886-cı ildir. Daha sonra 2. Satirik mətbuatın. Satirik mətbuat 1906-cı il götürərik. Molla Nəsrəddin jurnalını. 2-ni götürə bilərik. İlk kitabxanada 1895-dir, götürmürük bunu da. Milli operamızdakı Leyli və Məcnun operası 1908-ci ildir, götürə bilərik. 2, 4, ilk bədii filmdə 1916-cı il Neft və Milyonlar Səltənətində. 2, 4, 5 olacaq cavab B variantı. 23-ə baxaq. 1912-1913-cü il aqrar qanunlarına aiddir. Deməli, dövlət kəndlilərinə bir yerdən başqa yerə köçmək qadağan edildi. Xeyr, əksinə bu hüquq verilmişdi. Sahibkar kəndliləri mükəlləfiyyət daşımaqdan azad edildilər. Deməli, sahibkar kəndliləri, xeyr, əslində bir də dövlət kəndlilərinə aid deyildi 1912-13-cü il aqrar qanunları. 2-yə baxsaq, sahibkar kəndliləri mükəlləfiyyət daşımaqdan azad edildilər. Bəli, torpaqların məcburi satın alınması haqqında qanun idi bu. 2 doğrudur. Bəy və ağalar kəndlilər üzərində ilk dəfə polis və məhkəmə hüququ əldə etdilər. Xeyr, bu 1846-cı ilə aiddir. Dövlət kəndlilərinə icma torpaqlarından nəsli istifadə. Xeyr, bu da dövlət heç kəndlilərinə aid deyildi.
5-də baxsaq, kəndlilər 20 il müddətinə dövlət xəzinəsinə borclu edildilər. Bəli, cavabımız olacaq 2 ilə 5. 24. Şimali Azərbaycanda keçirilmiş 1866-cı il məhkəmə islahatında 1866-cı il məhkəmə islahatında 1840-cı ildən fərqli olaraq yerli hakimlərin seçilməsi qaydası tətbiq edilmişdi. Deməli, bu yanlışdır. 2-də ümumi məhkəmələr yaradılmışdı. Bəli, 2 doğrudur. Şəriət məhkəmələri yaradılmışdı. Bu da yanlışdır. Məhkəmə hakimləri Qafqaz canişini tərəfindən təyin olunurdu. Bəli, 1844-cü ildən artıq Qafqaz canişinliyi yaradıldı və Qafqaz canişini tərəfindən təyin olunurdu. Cavab olacaq 2 ilə 4. 25. Şimali Azərbaycanda 19-cu əsrin 70-ci illərində keçirilmiş şəhər islahatı üçün xarakterikdir. Dumanın icraedici orqanının şəhər idarəsi olması, bəli, bir doğrudur. Dərbənd şəhərinə aid edilməsi, xeyr, bu yanlışdır. 1878-ci il şəhər islahatı Bakıya və daha sonra İrəvana şamil edilmişdi. 3-də şəhər idarəsinin başçısının ancaq müsəlmanlardan təyin edilməsi, xeyr, əksinə qeyri-müsəlmanlardan təyin olunurdu. Seçkilərdə müəyyən əmlaka malik şəxslərin iştirak etməsi, bəli, 4 doğrudur. Yerli əhaliyə seçmək və seçilmək hüququnun verilməsi, bəli, 5 də doğrudur. İlk dəfə seçmək və seçilmək hüququ ilə bu şəhər islahatında qazanmışdı yerli əhali. Cavabımız olacaq 1, 4, 5. Gəldik 26-ya. Xronoloji ardıcıllığı müəyyən edin. Qazax və Şəmşəddil Borçalı ağalarının torpaqlarının müsadirəsinə başlanılması. Bu oldu 1941-ci il. Daxili gömrük rüsumu rəhdarın ləğv edilməsi 1936. Çarizmə qarşı Şeyx Şabanın başçılığı ilə Car Balakən üsyanı 1930. Kəndli qruplarının ümumi olaraq mülkədar tabelisi adlanması da oldu 1946-cı il. Deməli 26-da olacaq 3, 2, 1, 4. 27. Uyğunluğu müəyyən edin. Xüsusi Cənubi Qafqaz Komitəsi 2-də deyir Cənubi Qafqaz Komissarlığı, 3-də də Cənubi Qafqaz Seymi. A-ya baxaq, 1918-ci ildə fəaliyyətə başlamışdır. Bu Cənubi Qafqaz Seymidir. 3A. Oktyabr çevrilişi nəticəsində fəaliyyətini dayandırmışdı. Oktyabr çevrilişi nəticəsində komitə, xüsusi Cənubi Qafqaz Komitəsi fəaliyyətini dayandırır. 1B. Qafqaz canişinliyini əvəz etmək üçün yaradılmışdı. Elə bu da 1-ə aiddir. 1C. Bakı Xalq Komissarları tərəfindən, Sovet tərəfindən əsası qoyulmuşdu. Bu yanlışdır. Heç birinin əsasını o qoymayıb. Ərzincan barışığını da imzalayan komissarlıq olmuşdu. 2-yə də götürdük Y variantını. Mətnə baxaq. Mixail Vorontsov Qafqaz canişini təyin olunduqdan sonra qarşısında duran əsas məqsədlərdən biri ali müsəlman təbəqəsinin hüquqlarının nizamlanması idi. Qəbul edilmiş əvvəlki qərarlara etiraz hakimiyyəti güzəştə getməyə vadar etdi. Cənubi Qafqazda münasibətləri nizamlayarkən öncə ali müsəlman silkinin, daha sonra kəndlilərin mənafeyini güdən qərarların qəbul edilməsinə diqqət yetiriləcəkdir. 40-cı illərin ikinci yarısında uzun müddət davam edən hazırlıq işlərindən sonra sərəncam hazırlandı. Sərəncamın ən mühüm müddalarından biri 19-cu əsrin 60-cı illərinin ortalarındakı bəylərin kəndlilər üzərində polis hüququnu öz əllərində saxlaması oldu. Deməli, 28-də deyir, mətndə bəhs edilən sərəncamın adını yazın. Burada 1846-cı il Çar reskriptindən söhbət gedir. 29 Çar hökumətinin sərəncamı qəbul etməkdə məqsədlərindən ikisini yazın. Çar hökuməti, yəni ağa və bəylərin, belə deyək ki, ağa və bəylərə yaxınlaşmaq istəyirdi. Çünki əhali üzərində onların, belə deyək ki, əli ilə ağalıq etməyə çalışırdılar da. Yəni bunun mümkün olduğunu görürdülər. Bir də ali müsəlman təbəqəsinin hüquqlarını tənzimləmək istəyirdilər. Yəni çünki onlara yaxınlaşmaq istəyirdilər də, belə deyək. 30-da deyir, mənbədə bəhs edilən sərəncamın müddalarından ikisini yazın. Deyə bilərik ki, ali müsəlman silkinin torpaqları üzərində tam mülkiyyət hüququ təsdiq olunur. Daha sonra deyə bilərik ki, həmin torpaqlardan istifadə etmək, satmaq, bağışlamaq, irsən vermək hüququ alırlar. Bəylərə, ağalara, kəndlilər üzərində polis və məhkəmə hüququ verilir. Daha sonra kəndli qrupları bir adla, ümumi adla mülkədar tabelisi adlanırlar.
Yəni bunları yazmaq olar, bunları misal çəkmək olar. Aha, izahımız bu qədər. Əgər videomu bəyəndinizsə kanalımıza abunə olmağı, like düyməsini sıxmağı unutmayın.